İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Dünyada İmam Hüseyin ağanın ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. Bu mübarək mövludları bizə mübarək elə. Bu ayın feyzindən, Şaban ayının hər gününün gecəsinin feyzindən bizi binəsib eləmə. Bu ayda bütün günahlarımıza qələmlə əfv çək. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Xocalı qurbanlarının hamısını qəriqi rəhmət elə. Ordumuzun gücün, qüdrətin, izzətin günü-gündən daha artıq elə. Biz bu xalqa rəhm eləməyənlərə tezliklə zəlil elə. Gələn günlərimizi keçən günlərimizdən xeyir elə. Qəbrimizin əvvəl gecəsində əlimiz hər yandan üzləndə İmam Hüseyin əleyhissalamın başımızın üstündə hazır elə. Hər kimin bu məclisdə nə hacəti var, nə dərdi var, qəlblərdən özün xəbərdarsan. Sən and verirəm İmam Hüseynə, Babul Həvaic Həzrət Əbəlfəs hörmətinə, bizim hamımızın dərdlərimizə dərman elə. Bizi bu cümə günündə öz evindən əlboş naümid yola salma. İmam Zaman ağanın zuhurunu tez elə.